Rasim Məmmədov deyir ki, hələ qulaqlar çox səs eşidəcək. Bu gözlər nələri görəcək. Edilən yaxşılıq, pislik geri dönəcək. Öz oxu ətrafında dönən dünyadır. Hər kəsin etdiyi günah özün tutacaq. Kimi tez, kimi geç məqama çatacaq. Pislər öz qazdıqları quyuda batacaq. Öz oxu ətrafında dönən dünyadır. Görüb, eşidib, közərdirəm sözləri. Baxış düz, amma əyri görür gözləri. Pislik edənlər, pislikdə batar özləri. Öz oxu ətrafında dönən dünyadır. Öz oxu ətrafında dönən dünyadır.